Salam uşaqlar. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səvxan. Bugün sizlə köməkçi diksiyələrinə başlayırıq. Köməkçi diksiyələr haqqında danışırıq. Köməkçi diksiyələrlə ilk öncə qoşma və bağlayıcı üzərində dayanaq. İlk öncə qoşma bağlayıcıya keçmədən əvvəl köməkçi və əsas diksiyələrinin fərqli cəhətlərinə, oxşar cəhətlərinə toxunaq. Köməkçi diksiyələri nədir? Əsası keçdik, gəldik. Əsasda danışdıq ki, əsas diksiyələri suala cavab verir, cümlə üzvü olur, müstəqil leksik mənaya, qrammatik mənaya malik olur. Amma köməkçi diksiyələr haqqında danışanda deyirik ki, onlar müstəqil leksik mənaya malik olmur. Yəni, müstəqil şəkildə leksik mənaları yazaq bura. Leksik mənası olmayacaq. Demək, suala cavab vermir müstəqil şəkildə, cümlə üzvü ola bilmir, söz yaradıcılığında iştirak edə bilmir, leksik, qrammatik şəkilçiləri müstəqil şəkildə və üzərinə əlavə edə bilmir. Yəni, köməkçi diksiyələri yalnız və yalnız qrammatik mənaya malik olur. Qeyd edək burada qrammatik məna. Yəni, qrammatik mənanı keçdikdə biz bunun haqqında danışmışıq. Qrammatik məna onun dildə hansı rolu yerinə yetirməsi deməkdir. Yəni, bu köməkçi diksiyəsi və yaxud da şəkilçi onlara xas olan bir cəhətdir. Eyni zamanda əsas diksiyələrində də görürük qrammatik mənanı. Belə deyək, sözün dildə var olması, hansı funksiyanı daşıması, nə üçün iştirak etməsi deməkdir. Məsələn üçün, mən kimi qoşmasından danışıram. Deyirəm ki, uşaqlar kimi bənzətməçaları yaradır, zamançaları yaradır və yaxud da və bağlayıcısından danışıram. Deyirəm ki, və bağlayıcısı birləşdirmə mövqeyində işlənir. İlə ilə əvəz oluna bilir. Bu artıq onun qrammatik mənası deməkdir. Demək, bundan da gəlirik, nə deyirik nəticədə? Köməkçi diksiyələri yalnız və yalnız qrammatik mənaya malik olur. Onların heç birinin leksik mənası yoxdur. Daha sonra leksik mənası olmadığı kimi söz yaradıcılığında da iştirak edə bilmədi, suala cavab vermir, müstəqil şəkildə cümlə üzvü ola bilmir və s. Köməkçi diksiyələri quruluşca ya sadə və yaxud mürəkkəb olur. Yəni, onlarda biz heç bir halda düzəltmə köməkçinin diksiyəsinə rast gələ bilmərik. Hər bir haqqında keçdikcə müəyyən qədər məlumatlar verəndə onların sadə və yaxud da mürəkkəb olduğunu da qeyd edəcəyik. İndi keçək nədən danışaq? Ümumi məlumatımızdan sonra qoşma haqqında danışmağa başlayaq uşaqlar. Qoşma nədir? Qoşma nəyə deyilir? Qoşma nə üçün işlənir və s. məsələlərə toxunaq. Qoşma adlıq, yiyəlik, yönlük və çıxışlıq hallara qoşulur. Demək, qeyd edək hallarımızı. Adlıq, yiyəlik, yönlük və çıxışlıq hallara artırılır. Bu 4 halımıza adlıq, yiyəlik, yönlük, çıxışlıq hala əlavə olunur, müəyyən məna çalarlığı əmələ gətirir. Deməli, qoşmada biz nəyə diqqət edirik? Məna çaları sözünə. Məna çaları. Məna çalarını əmələ gətirir. Bizə testdə düşdükdə dedikdə ki, qoşmanın əsas işi nədən ibarətdir? Adlıq, yiyəlik, yönlük, çıxışlıq hallara qoşularaq müəyyən, müxtəlif məna çalarlığı əmələ gətirməkdir. Məsələn, deyirəm ki, oxumaq üçün gedirəm. Nə məqsədlə gedirəm? Bizə məqsəd zərfliyini əmələ gətirdi və məqsəd çalarını yaratdı və yaxud da deyirəm, sənin üçün almışam, kimə almışam? Sənin üçün tamamlıq mövqeyində çıxış etdi və bu da başqa bir məna çalarlığını, aidlik mənaçalarını yaratdı mı? Demək, onların hər biri sözlərə qoşulub müəyyən mənaçaları yaradır və cümlə üzvü vəzifəsində çıxış edə bilirlər. Bu qoşmanın digər köməkçilərdən fərqləndirən əsas xüsusiyyətidir. Əsas xüsusiyyət nə oldu uşaqlar? Sözə qoşularaq sözə əlavə
olunub, suala cavab verməsi, daha sonra cümlə üzvü olması. Cümlə üzvü olması. Bu qoşmanı digərlərindən fərqləndirən əsas xüsusiyyət oldu. Digər köməkçilərin heç birində biz bu xüsusiyyəti görə bilmirik. Amma qoşmalar sözə əlavə olunaraq suala cavab verə bilir. Eyni zamanda cümlə üzvü vəzifəsində çıxış edir. Məsələn, nümunə olaraq deyirəm, sənin kimlər bu həyatda çoxdur? Sual veririk. Kim? Sənin kimlər? Sözə qoşularaq onunla bir yerdə cümlə üzvü oldu, suala cavab verdi. Üzərinə qrammatik şəkilçi əlavə olundu. Sənin kimilər? Bunlar lər cəm şəkilçisində qəbul edə bildi. Və yaxud da deyirəm, sözüm sənin kimlərədir. Kimədir? Dır, durdur xəbərli şəkilçisini əlavə etdik. Və yaxud da məsələn, onun üçün hədiyyə aldım. Yəli halın üzərinə qoşuldu, aidlik məzmunu yaratdı. Bu qoşmanın özünün xüsusi, belə deyək, qaydalarıdır. Xüsusi diqqət yetirilməli məqamlarıdır. Qoşma qoşulduğu sözlə bir yerdə suala cavab verə bilir, şəkilçi qəbul edə bilir, cümlə üzvü ola bilir. Amma testdə qarşımıza çıxa bilər. Bunları tək şəkildə bacarırmı? Xeyr, tək şəkildə bunların heç birini bacara bilmir. Mütləq şəkildə əvvəlinə adlıq, yəlik, yönlü, çıxışlıq hallarında olan bir söz əlavə olunmalıdır. Quruluşca yalnız və yalnız qeyd etdiyimiz kimi sadə oldu. Məna çalarlıqları onun məna növlərini əmələ gətirir uşaqlar. Məna növlərinə diqqət yetirəcəyik. Ondan əvvəl deyək ki, bütün cümlə üzvləri vəzifəsində çıxış edə bilir. Bayaqki nümunələrimizdə mübtadanı, xəbəri görə bildik. Daha sonra deyirəm ki, məsələyə aid sənədlər əlimdə var. Hansı sənədlər məsələyə aid təyin rolunda çıxış etdi və yaxud da bayaq qeyd elədiyimiz nümunə oxumaq üçün Bakıya getdi. Nə məqsədlə getdi? Məqsəd zərfliyi əmələ gətirdi və yaxud da tamamlıq əmələ gətirək. Onun üçün almışam, anam üçün gəlmişəm. Yəni nə məqsədlə? Burada məqsəd əmələ gətirdi, amma deyirik ki, anam üçün almışam. Burada isə tamamlığın sualına cavab verdi. Qrammatik şəkilçi qəbul edirmi? Bəli, edir. Xəbərliyi qəbul edir, cəmi qəbul edir. Eyni zamanda yazaq bura qəbul etdiyi şəkilçiləri. Xəbərlik, cəm, məsələn, idi, imiş hissəciklərini qəbul edə bilir. Deyirəm ki, bu kitablar sənə aid idi, sənə aid imiş, idi, imiş hissəciklərini qəbul etdiyi halını da gördükmü? Demək, qoşma qoşulduğu sözlə bir yerdə həmin bu dediyimiz şəkilçiləri də, sonluqları da qəbul edə bilir. Hansı vəzifədə olacaq xəbər olduqda? İsmi xəbər olacaq, feili deyil. İsmi xəbər vəzifəsində çıxış edəcək. Bu məqamımızı da yadımızda saxlayaq. Bəs nə ilə işlənə bilmir uşaqlar? Təsriflənən feillər. Qısa yazıram. Təsriflənən feillər hansılardır? Feilin qrammatik məna növləri, feilin şəkilləri və s. Daha sonra isimdə demişik, təsirlik hal, yerlik hal, yerlik hal, bir də hansı? Bir də feili bağlama. Bir də feili bağlama. Bu təsriflənən feil, təsirli hal, yerlik hal, bir də feili bağlama. Bu dördünün biz qoşma ilə işləndiyi halına rast gəlmirik. Məna çalarlar haqqında danışaq. Uşaqlar, müxtəlif məna çalarlıqlar əmələ gətirir. Bunlar hansılardır? Məsələn deyirəm, bənzətmə qoşmaları,
qədər, kimi, tək məna daxilində bir-birlərinə əvəz edə bilirlər. Sənin qədər, sənin kimi, sənin tək və yaxud da onun qədər, onun kimi və s. Ən çox adlıq, yəli halların üzərinə artırılır. Sonra birgəlik vasitə qoşması var. İlə, lalə qoşması bəzən də ca ilə əvəz oluna bilir. Məsələn, mən qələmlə yazdım, o dayımla getdi və yaxud da yol boyunca cürbəcür çiçəklər əkilmişdi. Ya birgəlik və yaxud da vasitə mənasında işlənilə bilir. Sonra məsafə bildirənlər bu zamanın və məkanın məsafəsini bildirə bilər. Məsələn, deyirəm qədər, kimi, dək, can. Məsələn, səhərə qədər dərs oxudum və yaxud da evə kimi onu apardım, sübhədək məni gözlədi və s. Burada necə oldu? Məsafə bildirənlər, istiqamət yön bildirənlər, tərəf, doğru, qarşı, sarı, məktəbə tərəf, məktəbə doğru, məktəbə qarşı. Diqqət edirik ki, məna daxilində bir-birini əvəz edə bilir. Sonra aidlik, məxsusluq bildirənlər, aid, dair, məxsus, bunları qeyd edə bilərik. Daha sonra sanslara diqqət yetirə bilərik. Daha sonra, məsələn, zaman bildirən, sonra, əvvəl, qabaq, bəri, bunlar hansıları idi? Yazaq bura qoşma. Demək, zaman bildirənlər sonra, əvvəl, qabaq, bəri və digərlərini göstərmək olar. Fərqləndirmə bildirənlər qeyri, başqa, savayı, ayrı, özgə və s. Məsələn, səndən qeyri, səndən başqa, səndən savayı, səndən özgə və digərlərini göstərə bilərik. Səbəb, məqsəd bildirənlər üçün, ötürü, görə, əsasən və s. Köməkçi nitqsələrin omonimliyi məsələsində bunların hər birinə toxunmuşam. Hansılar omonim olur, hansı halda yəni biz əsasəni modal götürəcəyik, hansı halda qoşma götürəcəyik, bunların hər biri haqqında danışmışıq. Yəni orada hər birinə bir-bir diqqət yetirmişik. İndi isə qoşmanın məna çalarlarından danışırıq və qoşmanın məna çalarlarında hallara görə də qruplaşdırmaq mümkündür. Məsələn, adlıq və müəyyən yerlik halda qədəri, kimini, canı, üçünü, təki, barədə, əvəzinə və s. görə bilərik. Yönlü hala qoşulanlar qədər, kimi, dək, can, tərəf və s. Çıxışlı hal sonra, əvvəl, qabaq, bəri və digərlərini qeyd edə bilərik. Qoşmada bu məna çalarlıqları eyni qrup daxilində bir-birlərini əvəz edə bilirlər. Məsələn, mən evə tərəfdə deyə bilərəm, evə sarıda, evə doğruda və yaxud da sənə aid, sənə dair, sənə məxsus əsasən bir-birlərinin yerində bir-birlərini əvəz edə bilirlər. Kimi qoşması burada iki mənanı bildirə bilər. Məsələn, səhərə kimi onu gözlədim, zaman bildirdi. Bir də deyirəm ki, mən onun kimi yazıram. Necə yazıram? Bənzətmə mənasında. Yəni, sual verməklə biz onların məna çalarlarına da diqqət yetirmiş oluruq. Daha sonra, burada diqqət olunmalı məsələ onların sinonimliyidir. Sinonimliklərinə dediyimiz kimi, misal göstərə bildiklərimizi gətiririk. Aid, dair, məxsus, əvvəl, qabaq, daha sonra qeyri, başqa, savayı, özgə bunlar cümlə daxilində rahatlıqla bir-birinə əvəz edə bilirlər. Qoşmaların təkəcalı və bir də ayrı-yazılı, yəni çoxacalı növləri var. Təkəcalı dedikdə uşaqlar hansını nəzərdə tuta bilərik? Ca, daha sonra iki saxtın üstünə. Yaxşı alınmadı, bu tezdən yazım. Sonra, məsələn, təki göstərə bilərik. Daha sonra canı göstərə bilərik. Daha sonra cacəni qeyd elədik. Dəki göstərə bilərik. Dək, tək ayrı, dək ayrı. Yəni bunlara diqqət eləmək lazımdır. Bunlar əsasən sözə bitişik yazılacaq. Bizim ilə qoşmamız var ki, bunun həm də şəkilçiləşmiş halına rast gələ bilərik. Omonimliklərini dediyim kimi qeyd eləmişik. Məsələn, biz onu bağlayıcıda da görəcəyik, zərfcəldən şəkilçidə də məna çalarlıqlarına, mənalarına görə fərqləndiririk. Bir də üçün qoşmamız var.
Həm şəkilçiləşmiş forma, həm də bütün formasından istifadə olunur. Yəni bu ikisi həm sözə, bitişik, həm sözdən ayrı yazıla bilir. Amma bunlar isə sözə bitişik şəkildə yazılacaq. Bir də digərlərinin bir sözə ayrı yazıldığını görürük. Cacənin bəzi məqamları var ki, onlara bir də toxunmaq istəyirəm. Hansıdır? Məsələn, testdə nümunə çıxsa gözümüzün qarşısında belə bir nümunə qoysalar. Məncə oxumur. Bizə belə bir nümunə göstərdikdə məncə oxumur. Burada bir məqamı xatırlamalıyıq. Əgər forma bu şəkildə verildisə, bu zaman əvəzlik üstəgələk cacə qoşması. Belə düşünəcəyik. Yəni bu şəkildə verirsə, əgər burada virgül verirsə, artıq biz bunu çıxardırıq və buna modal deyə yanaşacaq. Modal söz deyə yanaşırıq. Modal söz kimi olduqda qeyd edəcəm gələn bölmələrimizdə. Məncə, yəni mənə görə, mənim düşündüyümə görə mənasını verir. Amma buradan bu modalı sildikdə və virgülü sildikdə bu mənim kimi, mənim qədər, mənim tək mənalarını verir. Yəni bu halında qoşma kimi işləndi. Buraya yazırıq bu halında. O qoşma kimi işlənmiş oldu. Bu məsələdə aydındır. Daha sonra bizim qoşmada bizi maraqlandıracaq hansı digər məsələlərə toxuna bilərik. Sual əvəzliyindən qoşmanın homonimliyi məsələsinə. Çox vaxt yəni şagirdlərdə bunu qarşılıq salmaq məqamı olur. Kimi qoşmasını bilirik ki, kimi qeyri-müəyyən əvəzliyindən. Yazaq bura kimi. Qoşmanı biz kimi qeyri-müəyyən əvəzliyindən. Kimi oxuyur, kimi yazır. Bu məqamda onları homonim kimi götürə bilərik. Çünki hər ikisinin başlanğıc forması bu şəkildədir. Amma bir də bizim sual əvəzliyimiz var. Sual əvəzliyimiz kim, kimi. Bu belə olaq. Belə yazaq. Daha aydın olsun. Sual əvəzliyidir bu. Kim, üstəgələ I, U, Ü şəkilcisi. Yəni təsirli hal. Bunun başlanğıcı artıq kim sözündə dayanacaq. Yəni I-nı götürməyəcək biz. Bu başlanğıcla bunlar eyni olmadığına görə demək qoşma ilə qeyri-müəyyən əvəzliyi homonimdir. Bu isə homonim hesab olunmur. Bu məqamda yəqin ki, aydın oldu bizim üçün. Qoşmada daha sonra diqqətimizi cəlb edən başqa bir əsas məqam qalmadı. Yəni başqa bir bizi düşündürəcək məqam qalmadı və keçək ona görə bağlayacağıq. Qoşmada fikrimizi yekunlaşdıraraq deyə bilərik ki, qoşma feili sifətə də qoşulanda bəzən mənaçalarlığını dəyişə bilir. Məsələn, gələn kimi yatdı. Bu nümunədə deyirik ki, nə zaman yatdı? Zaman məzmunu bildirdi. Amma məsələn, başqa bir nümunədə deyirəm ki, atası kimi çalışır, atası kimi oxuyur. Nə tərzdə, necə? Artıq burada tərz mənası yaratdı və yaxud da bülbül kimi cəhcəh vurur. Necə, nə tərzdə? Tərz hərəkət yaratdı. Biz kimi tək-təki qoşmasının ismi xəbərlə, eyni zamanda feili xəbərlə əlaqəyə girmək məqamlarına da baxırıq. Əgər kimi tək-təki qoşması yazaq bunları da. Dedik ki, bayaqları bütün cümlə üzvləri vəzifəsində çıxış edə bildi. Yəni bütün hər birinin sualına sualına cavab verə bildi. Kimi, tək, təki. Bizim bu qoşmalarımız var. Bizim bu qoşmalarımız özündən sonra, yəni belə deyək, xəbərə aid olduqda, özündən sonra isim gələrsə, hansı mövqedə çıxış edəcək? Məsələn, deyirəm ki, anası kimi müəllimdir. Necə müəllimdir? Bu halda təyin kimi çıxış etdi. Anası kimi gözəldir. Sifət gəldi. Yəni, ismi xəbərin sifətli ifadə olunur. Bu zaman zərflik kimi çıxış edir. Və yaxud da anası kimi danışdı. Feil gəldi. Bu zaman nə olacaq? Yenə zərfli olacaq.
Aha, uşaqlar, bu məqamı yadımızda saxlayaq. Bu məqam bizim sintaksdə qarşımıza çıxacaq. Zərflik bölməsində bu məqama bir daha toxunacaq. Deməli, kimi tək-tək özündən sonra ismə aid olduqda təyin mövqeyində, sifət gəldikdə zərflik mövqeyində, feil gəldikdə yenə zərflik mövqeyində çıxış edəcək. Bu məqamı həmişə yadımızda saxlayaq. Daha sonra qoşma ilə bağlı deyəcəklərimiz bu qədər. Bildik ki, qoşma nədir? Sözə qoşulur, müəyyən mənaçaları yaradır, müəyyən mənaçalarına uyğun məna növləri formalaşır, adlıq, yiyəlik, yönlük, çıxışlı hallara artırılır və müxtəlif mənalara belə gətirir. Homonim məsələlərindən də dediyimiz kimi ətraflı danışmışıq, hansılar homonimdir. Qoşmalar qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bildi, suala cavab verə bildi, şəkilçi qəbul edə bildi. Bəs desə ki, bunları müstəqil şəkildə bacarır? Xeyr, müstəqil şəkildə bunların heç birini edə bilməz. Cümlə üzvləri də hər birinin yerində çıxış edə bildi. Hər biri haqqında da müəyyən qədər nümunələrlə məlumat verdik. İndi keçək biz nəyə? İndi keçək bağlayıcılar haqqında məlumat verək. Bağlayıcılar hansılardır uşaqlar? Bağlayıcılar cümlə üzvlərini və yaxud da cümlələr arasında əlaqə yaradır. Onları qrammatik cəhətdən bağlayan köməkçi indiksələrinə deyilir. O sözləri, birləşmələri, daha sonra həmcins sözləri, cümlələri bir-birinə bağlaya bilir. Sintaktik vəzifəsinə görə iki yerə bölünür. Bax, bunu da həmişə yadınızda saxlayın. Sintaktik vəzifə. Sintaktik. Bizə desək ki, morfoloji, yox, morfoloji ola bilməz. Sintaktik vəzifəsinə görə iki yerə bölündü. Tabesizlik və tabililik. Deməli, tabesizlik bağlayıcıları və tabililik bağlayıcıları. Bəs onlar necə fərqlənirlər bir-birlərindən? Tabesizlik bağlayıcıları həm sözləri, həm də cümlələri bağlayır. Həm demək sözləri, həm də cümlələri bağlayır. Bəs tabellik bağlayıcıları yalnız cümlələri bağlayır. Aha, yalnız cümlələri bağlayır. Bu onların ən birinci fərqidir. Daha sonra bəs quruluşuna görə neçə yerə bölünür? İki yerə bölünür. Sadələrimizə də rast gələcək uşaqlar burada. Mürəkkəbə də rast gəlirik. Mürəkkəb. Yəni quruluşuna görə həm sadə, həm də mürəkkəb bağlayıcılara rast gələ bilirik. Bu bizim bağlayıcı haqqında ilk məlumatımız. Daha sonra keçək bağlayıcını məna növlərinə görə qruplaşdıraq. Bağlayıcını məna növlərinə görə necə qruplaşdırmaq olar? Birinci başlayaq tabesizlik bağlayıcılarından və birləşdirmə bağlayıcısı və ilə. Məsələn, mən və o birlikdə məktəbə getdik və yaxud da Aynur ilə Aysel bacıdırlar. Burada birləşdirdi onları. Və həmişə iləni əvəz etdiyi halda ilə həmişə vənin yerində işlənə bilməyəcək. İlənin bir xüsusiyyəti var uşaqlar. Yazaq bura. İlə bağlayıcısının bir xüsusiyyəti var. İlə həmcinslərin arasında işlənir. Cümlələri bağlaya bilmir. Demək, ilə cümlələrimizi bağlaya bilmədi. İlə ancaq həmcinslərin arasında işləndi. İləni qata bilərik nə ilə? Qoşma ilə. Amma yadımızda saxlamalıyıq ki, ilənin xəbəri cəmdə olmalıdır. Yəni, cəmdə görürüksə, artıq biz ona qoşma yox, biz ona bağlayıcı kimi yanaşırıq. Məsələn, Aynur ilə Sevil bacıdırlar. Gördük, ikisi cəmdədir. Xəbərim cəmdədirsə, deməli mən onda iləni bağlayıcı mövqeyində işlətmişəm. Bu məqam həmişə yadımızda qalır. Bu məqamı yadımızdan çıxarmırıq. Sonra uşaqlar, inkarlıq bağlayıcımız var. Nədə ki, və bu bağlayıcı. Bu bağlayıcının işləndiyi cümlələrin xəbəri mütləq şəkildə təsdiqdə olmalıdır. Mütləq şəkildə nədə olmalıdır? Təsdiq. Əgər inkarda işlətsəm nə olar?
İnkarda işlətsə mən qrammatik normanı pozmuş hesab olunuram. Sonra uşaqlar iştirak bağlayıcıları var. Həm də, ya da, gah da, istərsə və ya, yaxud və s. Bunların hər birini əzbərləyəcəyik. Nəinki eyni zamanda. Nəinki inkarlıq yox, nəinki iştirak bağlayıcısı qrupuna aiddir. Bunlar hadisədə, nəsə fəaliyyətdə iştiraki göstərir. Məsələn, deyir ki, testdə nümunə var kitabımızda. Meşədə palıd, vələz, cökə də əkdilər. Yəni cökə ağacı da əkdilər. Yəni palıd əkdilər, vələz əkdilər, eyni zamanda cökə ağacını da əkdilər. Həmçinin cökə ağacı da əkdilər. O cümlədən cökə də əkdilər. Hətta cökə də əkdilər. Görürsünüz, hər birini yerinə qoya bilirik. Sonra gəlir bölüşdürmə bağlayıcılarımız. Ya da, gah da, istərsə və ya, yaxud və s. Aydınlaşdırma bağlayıcıları. Yəni, məsələn, bayaqdan 2 dənə təkrarladığımız bağlayıcılar vardı. Gah da, ya da. Onlarda birincidən sonra ikincidən əvvəl vergül qoyuldu. Və vergüllərə də diqqət edək. Deməli, gah yağış yağır, vergül. Gah da qar yağırdı. İkisinin arasında ya sən gəl, vergül, ya da bacın. Bu şəkildə qoyulacaq vergülləri. Aydınlaşdırma bağlayıcımız var ki bizim. Yəni, məsələn, bu hansılarda işlənəcək uşaqlar? Bu da mürəkkəb cümlənin komponentləri arasında işlənəcək. Məsələn, hər tərəf qaranlığa bürünmüşdü. Yəni, küçədə heç bir lampa yanmırdı. Yəni, küçə lampalarının heç biri yanmırdı. Aydınlaşdırma mövqeyində işləndi. Aydınlaşdırma bağlayıcıları, yəni məsələndən əvvəl vergül qoyulur. Sonra, yəni məsələn bağlayıcısı gəlir. Daha sonra bizim qarşılaşdırma bağlayıcımız var. Qarşılaşdırma bağlayıcımız hansıdır? Amma, ancaq, lakin, fəqət, halbuki isə və s. Bu bağlayıcılarda işləndikdə iki fikir, iki fakt bir-biri ilə qarşılaşdırılır. Yəni, iki məsələ bir-biri ilə qarşılaşdırıldığını görürük. Məsələn, deyirəm ki, mən bu işə razı idim. Ancaq o, axırda öz narazılığını bildirdi. Demək, burada nə gördük uşaqlar? Amma iki fikrin arasında qarşılaşdırma mövqeyində işləndi. Amma, ancaq, lakin, fəqət, halbuki isə. Bax, bu bağlayıcılarda özündən əvvəl vergül qoyulacaq. Özündən harda? Əvvəldə vergül qoyulacaq. Bu məqamı da yadımızda saxlayırıq. Daha sonra hansı məqamımız qaldı bizim? Keçirik tabelliyə. Tabelliyin 4 dənə məna növü var. Səbəb bağlayıcıları. Çünki, ona görə ki, ondan ötürü ki, onun üçün ki, o səbəbə ki və s. Nəyəsə səbəbini izah etməyə çalışır. O xəstələnmişdi. Çünki soyuq havada, çöldə çox vaxt keçirdi. İzah edir sənə xəstələnməyinin səbəbini. Bu bağlayıcılarda özündən əvvəl vergül qoyulan bağlayıcılardandır. Sonra şərt bağlayıcılarım gəlir. Şərt bağlayıcılar hansılardır? Əgər, hərgah, madam, bir halda ki, indiki və s. Bu bağlayıcılar işləndikdə isə uşaqlar, cümlə tamamən sona çatır, budaq cümlə. Sonra qoyulur vergülümüz. Məsələn, əgər sən mənimlə razı deyilsənsə, çıxıb gedə bilərsən. Artıq budaq cümlən bitdikdən sonra vergül işarəsindən istifadə edəcəm. Sonra uşaqlar hansı qaldı? Güzəşt bağlayıcısı. Hərçənd ki bağlayıcıları, məsələn, güzəşt mövqeyində işlənir. Deyirəm, hərçənd saat çox gecidir. Amma mən onun soyuqda qalmasına razı olmadım. İçəri dəvət etdim. Sanki bir güzəştdir, sanki nəyəsə güzəştə getməyimin olduğunu göstərir. Burada da var aydınlaşdırma bağlayıcısı. Bəs buradakı aydınlaşdırma necə işlənəcək uşaqlar? Ki, belə ki bağlayıcılarıdır. Bunlar işləndikdə isə özündən sonra vergül qoyulur. Məsələn, o demişdi ki, bugün mənimlə bir yerdə gedəcək. Ki'dən, belə ki'dən sonra vergül işarəsi qoyuldu. Tabellik bağlayıcısıdır. Tabeli mürəkkəb cümlənin komponentlərini bağlayır. Ümumiyyətcə, bayaq dedik. Dedik, tabellik bağlayıcıları yalnız mürəkkəb cümlələr arasında işlənir. Tabeslik bağlayıcıları həm həmciz üzvlər, həm sözlər, həm də mürəkkəb cümlənin komponentləri arasında işlənə bilir. Burada yenə də dediyimiz kimi tabesizmin də içərisində istisna məqamımız var. Hansıdır? İlə bağlayıcısıdır cümlələr arasında. Yəni cümlədə yazıram.
cümlədə işlənə bilmir. Həmcinslərdə işlənəcək yalnız. Həmcinslərdə belə qoyuram ki, yəni bilirik ki, həmcinslərdə işlənir. Daha sonra, yəni, məsələn. Yəni, məsələn, bağlayıcılarımız isə cümlədə işlənə biləcək. Bayaqları dediyimiz nümunə. Bayaqları dediyimiz kimi, məsələn, dedik ki, hər tərəf qaranlıq idi, yəni heç bir işıq yanmırdı. Cümlələrin arasında işlənə bildi. Həmcinslərdə isə işlənə bilməyəcək. Bax, bu bizim, yəni, məsələn, bağlayıcımız. Aydın oldu bu hissədə. İlə bağlayıcısı yalnız həmcinslərdə işlənə bildi. Cümlələrdə işlənə bilmədi. İlə bağlayıcısı. Amma, yəni, məsələn, bağlayıcıların cümlələrdə işlənə bildi. O da əksinə olaraq həmcinslərin arasında işlənə bilmədi. Bu iki dənə bağlayıcını yadımızda qəşəng şəkildə saxlayırıq. Daha sonra, bağlayıcılar haqqında belə bir şey də deyə bilərik ki, ilə bağlayıcısı var, dediyi həmcinslərdə işləndə, amma cümlədə işlənə bilmədi. Həmcinslərin arasında da xəbərdə, yalnız ismi xəbərdə. Yalnız ismi xəbərdə işlənə biləcək. Məsələn, gələn Lalə ilə Jalədir. Amma gedir ilə getmir deyə bilməzsiniz. Gələn Lalə ilə Jalədir deyə bilirik. Deməli, yalnız ismi xəbərdə işlənə bildi. Və həmişə iləni əvəz edə bilir. Amma ilə həmişə vənin yerində işlənə bilmir. Deməli, və ən sərbəst şəkildə işlənənlərə daxil ola bilər. Daha sonra bağlayıcı haqqında başqa nəyə qeyd edə bilərik? Homonimlik məsələlərini dediyim kimi, onlar haqqında ətraflı danışmışıq. Homonimlik məsələlərində kidir, daha sonra dadır, daha sonra həttadır. Bunları homonim olaraq ədatda da görə bilərik. Əgər ki, özündən əvvəl hərəkət bildirən bir söz gəlirsə, sual yaranırsa, ona bağlayıcı kimi yanaşıram. Əgər cümlənin axırında gəlirsə və yaxud da təkrarlanan sözlərin arasında gəlirsə və yaxud da adlardan sonra gəlirsə, buna ədat deyirəm. Dadə, bayaq dediyimiz kimi, iştirak məzmunu daşıyırsa, o da gəlmişdi, o da iclasda idi. Burada iştirakdır. İştirak bağlayıcısı kimi götürürəm. Amma deyirəm, çıx gəl də, çıx gəl artıq əvəz eləyə bilirəmsə, burada ədat kimi düşünürük. Daha başqa bir nümunə, hətta sadalamalarda görürüksə, məsələn, palıd, vələs, küknar, cökə ağacı da, hətta cökə ağacı da əkdilər. Burada sadalamalarda gördüyüm hətta bağlayıcıdır. Amma deyirəm ki, hətta o da gəlmişdi. Tək şəkildə işləndikdə ona biz ədat kimi yanaşırıq. Yuxarıdakı dediyimizdə bağlayıcı kimi, burada isə yalnız və yalnız ədat kimi yanaşdıq. Daha sonra bağlayıcılarda elə bir məqam qalmadı. Bağlayıcıları da aydınlaşdırmağa çalışdıq. Bir də qoşmada bayaq bir məqamı qeyd eləmək yadımdan çıxdı. O məqamı da deyim videonun axırında, yəni sözümüzün axırında. Bizim üçün, ötrü, görə, savayı bu qoşmalarımız var ki, onlarda homonim halını görmürük. Hansılarda deməli? Üçün, ötrü, görə, savayı. Bunlarda biz homonim halına rast gəlmirik. Bunlar yalnız və yalnız qoşma kimi çıxış edəcəklər. Yəni, qoşma nümunələrində bunların olduğu nümunələrə rast gələ bilərik. Məsələn, belə bir xüsusiyyətdə sizə deyim ki, sizin testdə bəzi nümunələrdə qabağınıza belə bir söz çıxır. Ötəri. Bax, biz bunu qoşma kimi götürə bilmərik. Bu nədir? Ya sifət kimi iştirak eləyə bilər. Məsələn, ötəri baxış, ötəri his və yaxud da ötəri gülümsədi. Necə? Nə tərzdə gülümsədi? Ötəri. Burada da zərf məqamında çıxış edəcək. Ötərini mən qoşma götürə bilmərəm. Qoşma olsaydı bu şəkildə yazılmalıydı. Ötrü. Aydındır? Bu şəkildə olmalıydı. Bugünlük bu qədər uşaqlar. Sağ olun.